Bugün anım günüdür. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ailələrinə səbir versin. Bununla bağlı təbii olaraq bütün məktəblərdə, bağçalarda anım günü qeyd edilir. Sosial şəbəkələrdən görürəm və tək bu il deyil, hər il belə videolar qarşıma çıxır ki, məktəbəqədər yaşlı uşaqlara da şiddətin əks olunduğu şəkillər, qan, bu tipli şəkillərin görsəlləri uşaqların gözü çatacağı yerdə, görə biləcəyi yerdə əks olunur. Həmçinin bu videolar paylaşılır ki, onları səhnələşdirirlər, vuruşma videoları, ölüm videoları. Başa düşürəm, tariximizi əlbəttə unutmaq olmaz. Bu bizim qan yaddaşımızdır. Lakin məktəbəqədər yaşlı uşaqlarda ölüm qorxusunun olduğu bir dövrdə uşaqların həyəcanına, təşvişinə səbəb ola biləcək, onların həyatı boyu onlarda bir pozuntu yarada biləcək səhnələri uşaqlara göstərilməsi hələ doğru deyil. Əksinə bunu başqa bir şəkildə uşaqlara izah etmək olar. Yəni Qarabağ torpaqları bizimdir, bizim olub tarixəndə. Lakin bir müddətdən sonra Qarabağda yabanı bitkilər bitməyə başladı, tikanlı bitkilər var idi, alaq otları basmışdı, belə deyək. Bizim vətəndaşlarımız ora girə bilmirdilər, çünki orada belə deyək də çətinlik çəkirdilər girərkən, ayaqlarına tikan batırdı. Sonra həşəratlar var idi, zəhərli həşəratlar var idi ki, biz ora girə bilmirdik illərdir, onları oradan qova bilmirdik. Lakin bizim qəhrəman əsgərlərimiz, igid oğlanlarımız dedilər ki, biz artıq alaq bitkilərindən təmizləməliyik torpaqlarımızı, həşəratlardan təmizləməliyik, biz qoçağıq, biz igidik, biz qazanacağıq, Qarabağa geri qayıdacağıq, onlar bizim torpaqlarımızdır və beləliklə artıq onlar irəli düşdülər, irəli getdilər. Bəzən elə oldu ki, onların əlinə tikan batırdı, bəzən elə olurdu ki, onların əli qanayırdı, ayaqları qanayırdı. Hər hansı bir zəhərli həşəratlar onları dişləyirdi. Lakin bizim həkimlərimiz də onlara yaxşı köməklər edirdilər, həkimlərimiz onları sağaldırdılar. Bu şəkildə bunu daha belə deyək, fantastik, daha yaradıcılığımızı işə salaraq uşaqlara Qarabağın azad olunmasını, artıq gül çiçəkdir, artıq təmizləndi, qurtardı. Çox qoçaq idilər, bizim əsgərlərimiz igid idilər. 44 gün ərzində bütün Qarabağı təmizlədilər. Alaq bitkilərindən, həşəratlardan və artıq Qarabağ güllük, çiçəklikdir. Hamı ora gedir, çox gözəldir. Bizim ayrılmaz hissəmizdir. Bu şəkildə, yəni uşaqların anlaya biləcəyi dildə və onların yaşına uyğun bir şəkildə karikaturlarla müəllimələr